D vitamini həyat hormonudur. Bu, orqanizm tərəfindən metabolizmimizin bütün zəncirlərində lazım olacaq bir hormonumuzdur və vitaminimizdir. Amma bu gündəlik qəbul olunmalıdır. Yəni, vitamin D-ni biz çox ciddi aşağı səviyyələrdə yükləmə dozasında veririk. Bəzən elə vaxt olur ki, vitamin D qəbul edir, normal səviyyələrə çatmır. Baxır, hansı vitamin D-ni qəbul edir? Keyfiyyətli dərman şirkətlərinin təqdim etdiyi dərmanları və düzgün formada qəbul etmək lazımdır. Vitamin D-ni yoğurtun içinə, qatığın içinə tökərək qəbul olunmalıdır. Yəni, sağlam şəkildə, tam əgər yağlı preparatdırsa, çörəyin üzərinə tökərək istifadə olunmalıdır, yaxud da birbaşa istifadə olunmalıdır. Yaxud yetəri dozada qəbul etməyə bilər. Müxtəlif səbəblər var, bunlar araşdırılmalıdır. Bir də davamlı vitamin D qəbul etmək məcburiyyətindəyik, çünki atmosfer təmiz deyil, ekoloji çirklilik var. Günəş şüaları yetəri qədər bədənə gəlib çatmır. Soyuq iqlim şəraiti, soyuq hava şəraitində, günün səhər saatlarında günəşlənmə olmadığı üçün, xüsusən qapalı geyim tərzinə malik olan insanlarda, vitamin D-nin tələbatının artdığı postmenopozal qadınlarda tələbata getmir. Ona görə bu insanlar vitamin D-ni qəbul etmək məcburiyyətindədirlər. Bunun səbəbləri mütəşəkkil bir araşdırmaq lazımdır.